Tanınmış televiziya aparıcısı Vüsalə Əlizadənin anası Lütfiyyə Əlizadə xəstəxanaya yerləşdirilib. Ajans.az-ın yaydığı məlumata görə, bu barədə aparıcı özü sosial şəbəkə hesabında paylaşım edib. Vüsalə Əlizadə bildirib ki, anası əməliyyat olunub və hazırda həkim nəzarəti altındadır. Aparıcının anası ilə bağlı paylaşdığı duyğusal sözlər izləyiciləri kövrəldib. O, paylaşımında anasına belə müraciət edib. Sən mənim döyünən ürəyim, görən gözüm, gücüm, qüvvətimsən ana. Tez sağal. Bu paylaşım qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. Vüsalə Əlizadəyə və anasına yüzlərlə dəstək və şəfa mesajı yazılıb. Hazırda Lütfiyyə Əlizadənin səhhəti ilə bağlı əlavə rəsmi məlumat verilməsə də, izləyicilər və sənət cəmiyyəsi onun tezliklə sağalmasını arzulayır. Sizcə, Vüsalə Əlizadənin bu paylaşımı sizi də kövrəldibmi? Anaya bağlılıqla bağlı fikirlərinizi şərh bölməsində mütləq yazın. Belə aktual və emosional xəbərləri qaçırmamaq üçün Xəbərdən Xəbərə kanalına abunə olmağı və videonu bəyənməyi unutmayın.